Bugün sizə Molla Nəsrəddinin maraqlı lətifələrindən birini danışacağam. Bir gün Molla eşşəyin qabağına ot əvəzinə taxta talaşası töküb. Gözləyir ki, eşşək taxta talaşasını yesin. Qonşu bunu görüb deyir: Ay Molla, heç heyvan da taxta talaşası yeyər. Mən də bilirəm yeməz, amma neyniyim? Ot yoxdur, heyvan da acdır. Sən güya eşşəyi aldatmaq istəyirsən. Baxıram eşşəkdə axmaq deyil ha, ot əvəzinə taxta talaşası yesin. Əri onu öz başına qoyan kimdir? Bu saat yiyər. Molla eşşəyin gözünə yaşıl eynək taxıb deyir: Hə, hindi yer. Bir məclisdə Molla Nəsrəddindən soruşdular ki, Molla, sən bilərsən, bu dünyada arvad çoxdur, yoxsa kişi? Arvad. Niyə? Ona görə ki, arvadlar el arvaddır. Arvad kimi bəzənib düzənən kişilər də arvad kimi bir şeydir. Bayram qabağı Molla bazardan bir dolu zəmbil meyvə alıb evə gətirir. Özü minir eşşəyə, zəmbili də qoyur öz çiyninə. Molla, bu nə deməkdir? Zəmbili niyə eşşəyin üstünə qoymursan, özünə əziyyət verirsən? Yaxşı, sizin fikriniz nədir? Deyirsiniz, eşşək həm məni aparsın, həm də bu ağırlıqda zəmbili. Bu heç insafdandır. Elə eləyirəm ki, ağırlığın hamısı eşşəyə düşməsin. Bazar günlərinin birində axşamüstü Molla şəhərdən kəndə gəlmək istəyir. Kəndlilərindən 8 nəfəri öz eşşəklərini ona tapşırırlar ki, Molla, bizim eşşəkləri də apar kəndə. Biz bu gecə şəhərdə qalmalı oluruq. Nə olar, apararam. Molla sayıb görür ki, öz eşşəyi ilə bərabər 9 eşşəkdir. Öz eşşəyinə minir, o bir eşşəkləri də qabağına salıb düzəlir yola. Yolun bir yarısında eşşəkləri sayıb gözdən keçirmək istəyir, bir dəfə sayır, 2 dəfə sayır, baxır ki, eşşək 8-dir. Boy, bəs bunun biri nə oldu? Çar-naçar eşşəkdən düşüb başlayır itən eşşəyi axtarmağa. Nə qədər axtarırsa tapa bilmir. Axırda yorulub otlayan eşşəklərin yanına qayıdır. Sayır, Hara getdi bu eşşək? Qoy bir də sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9... Tapıldı. Molla arxayınlayır, yenə də öz eşşəyinə minib düzəlir yola. Biraz gedəndən sonra bir də sayır. Görür yenə eşşək oldu 8. Yenə düşür yerə, biraz o yana bu yana baxandan sonra bir də sayır. Görür yox, 9-dur. Lap kəndə çata-çatda bir də sayır. Görür 8-dir. Acıqdan kişini ağlamaq tutur. Bu halda bir uşaq çıxır onun qabağına ki, Molla əmi, niyə ağlayırsan? Ay bala, 9 eşşəyim var idi. İndi biri itib qalıb 8. uşaq eşşəkləri sayıb deyir. Ay Molla əmi, 9-dur ki. Molla bir də sayıb deyir. Hanı? 8-dir də? Molla əmi, bəs öz mindiyini saymırsan? Molla ancaq indi məsələni başa düşüb deyir. Ədə, bu zəmanə uşaqları nə yaman olublar, ey? Molla, bir saatlığa eşeği ver də dəyirmana dən aparım. Gerim eşşəyimə məsləhət eləyim. Görüm nə deyir? Belə işləri o məndən yaxşı bilər. Onu deyib, girir həyətə. Nə eləyir, nə eləmir, qayıdıb gəlir ki... Balam, vallahi eşşək razı olmur. Niyə razı olmur, ay Molla? Deyir ki, məni özgəyə versən, səni söyəcək, məni döyəcək. Mollanın qonşuluğunda yaşayan bir oğlan evlənir. Gəlin gələndən düz 3 ay sonra doğur. Gəlirlər Mollanın yanına ki, Molla, bu uşağın adını nə qoyaq? 9 aylıq yolu 3 aya gələn uşağa bircə ad qoymaq olar. Çapar. Ay cəmaət, marketdə qiymətlər ot tutub yanır, Molla da ayın axırına güclə çatdırır. Neyniyim, neydim deyə düşünür. Ağlına bir fikir gəlir.
Gərək eşşəyin arpasını biraz azaldım. Öz-özlüyündə bunun çox yaxşı fikir olduğunu deyib, elə həmin gündən də eşşəyin arpasını azaltmağa başlayır. Baxır ki, eşşəyin halında elə bir fərq olmadı. Sabahsı yenə biraz arpadan, biraz da samandan azaldır. Baxır ki, yox, eşşək biraz halsızlaşıb, amma o qədər də gücdən düşməyib. Belə-belə az-az eşşəyin arpasını lap kəsir. Samanı da gündə bircə dəfə verir. Bu halı ilə bir neçə vaxt keçir. Bir gün molla səhər tövləyə gəlib görür ki, eşşək ölüb. Bir ah çəkib deyib, eşşəyə yaxşı qənaət etməyi öyrədirdim. Heyf ki, əcəl aman vermədi. Şəhər qazısının molladan çox acığı gəlirdi. Bir gün bir məsələdən ötürü molla qazının yanına getməyə məcbur olur. Evinin qabağına çatanda qazının pəncərədən baxıb çəkildiyini görür. Molla qapını döyür. Qazının nökəri qapıya gəlib xəbər alır. Kimi istəyirsən? Qazını görəcəyəm. Qazı evdədir? Ağam evdə yoxdur, bazara gedib. Qaydanda ağana deyinən ki, bazara gedəndə bir də başını yadından çıxarıb pəncərədə qoymasın. Yoxsa xalq elə bilər ki, evdədir. Bir gün mollanın eşşəyi itir. O da and içir ki, eşşəyi tapsam bircə manata satacağam, ürəyim soyusun. Bir-iki gündən sonra eşşək tapılır. Mollanın and içdiyini bilən şəhərin lotuları kəsirlər onun yolunun üstünü ki, Molla, ya sabah gərək eşşəyi bazarda 1 manata satasan, ya da ki sözünə əməl eləmədiyini deyib, səni hər yerdə biyabır edəcəyik. molla qalır məəttəl ki, neynəsin. Fikirləşir, axırda bir pişik tutur, bir iplə eşşəyin boynuna bağlayıb gətirir bazara. Car çəkib deyir, Bir eşşək satıram 1 manata, bir pişik satıram 100 manata. Ancaq ikisini də gərək bir adam ala. Molla bir gecə evdə yatdığı zaman tamın üstündə bir oğrunun gəzdiyini hiss eləyir. Haman arvadını oyadıb söhbətə başlayır və ucadan deyir: "Dünən gecə gəldim, qapını nə qədər döydümsə oyanıb açmadın. Axırda çıxdım dama, bir dua oxuyub, yapışdım ayın işığından, bacadan düşdüm evə." Oğru bu söhbəti eşidib damda gizlənir. Arvad başla xoruldamağa. Xorultu evi basır. Elə ki oğru içəridəkilərin yatdığına lap arxayın olur, ayağı durub bir dua oxuyur. Əlini aya tərəf uzadıb, özünü bacadan buraxır evə. Arvad, tez ol, işığı yandır, oğrunu tutmuşam. Nahaq yerə tələsmə qardaş. Sən öyrətdiyin duanın, bir də məndə olan ağlın bərəkətindən elə yıxılmışam ki, heç ayağa qalxa bilmirəm. Mollanın eşşəyi itir, o car çəkərək deyir. Ay mənim gözü xallı eşşəyimi görən, ağbatı xeyir olan. Kim tapsa üstünə də bir zəhmət haqqı qoyub bağışlayaram ona. İndiki eşşəyi bağışlayacaqsan tapana, daha niyə zəhmət çəkib axtarırsan? Siz bilirsiniz tapmağın ləzzəti nədir? Bir gün birisi gəlib mollanın qapısını döyür ki, Ay molla, eşşəyini bir günlüyə ver mənə, meşəyə oduna getmək istəyirəm. Ay qonşu, vallah verərdim. Amma mənim eşşəyimin rəngi qaradır. Nə olsun rəngi qaradır? O üçün verə bilmərəm də. Vermirsən, vermə. Amma qaralığın buna heç dəxli yoxdur. Niyə yoxdur? Bəhanə üçün elə rəngin də dəxli var. gecələrin birində mollanın evinə oğru girir. Arvad şıqqıltıya oyanıb yavaşca mollanı dürtməliyir ki, Kişi, dur, evə oğru girib. Arvad, sən dua elə, o evimizdə bir şey tapsın. Əlindən almaq asandır. Molladan bir gün soruşurlar ki, Molla,
Ölü aparanda tabutun qabağında olmaq yaxşıdır ya dalında? Özün bilərsən. Harasında olursan ol, amma çalışın içində olmayın. Molla gecə yarısı çıxıb küçələri axtarmağa başlayır. Qaravulçu gəlib onu tutub deyir: Gecənin bu vaxtı buralarda nə axtarırsan? Yuxum qaçıb, onu axtarıram. Molla səhər durur həyətində bitən əncir ağacına baxıb deyir: Nə gözəl əncirdir. Gərək bu əncirdən topluyum, Əmir Teymura nübar aparım. Həm də 5-dən, 3-dən ənnam alaram. Molla əncirdən bir qab dərib, kəmalı səliqə ilə Əmir Teymura aparır. Mühafizəçilər deyir: Molla içəri girə bilməzsən. Ənciri özümüz aparacağıq. Neynək? Mən də oturaram burada, Əmir Teymuru gözləyərəm. Molla sarayın qarşısında əyləşib Əmir Teymurdan ənnam gözləməkdə olsun, bu tərəfdən də bir dəstə əskər, bir neçə dustaq gətirir. Rəis, bir dustaq çatmır. Necə yəni çatmır? Bu dustağa görə hamımızı basacaqlar içəri. Baxın ətrafda kim var? Tutun, gətirin basaq içəri. Mühafizəçilər qapıda oturmuş mollanı tutub, dustaq adına təhvil verirlər. Yazıq molla nə qədər qışqırır, yalvarırsa bir şey çıxmır. Kişini döyə-döyə aparıb atırlar zindana. Əncirin mükafatı zindan olur. Günlər keçir, həftələr dolanır, aylar başa çatır. Molla qalır zindanda. Günlərin birində necə olursa Teymur ləng zindana gəlir. Mollanın nə üçün tutulmuş olduğunu soruşur. Molla əhvalatı danışır. Teymur əmr eləyir ki, mollanı azad eləsinlər. Sonra soruşur: Sənin əncirin də mənim xoşuma gəlmişdi. De görüm məndən nə istəyirsən? Qiblə-i aləm, mən o əncir üçün sizdən o qədər görmüşəm ki, daha başqa mükafat istəməyə üzüm gəlmir. Xahiş eləyirəm, əmr eləyəsiniz mənə bircə dənə iti balta versinlər. Baltanı nə edirsən? Heç zat. Əlimdən bircə bu gəlir ki, o əncir ağacını dibindən kəsim. Molla bir gün arvadı ilə söhbət edir, birdən vəsiyyət edir ki, Öləndə məni bir köhnə qəbrə qoyun. Niyə? İnkir-minkir gələndə qəbrimin köhnəliyini göstərib, bəlkə sorğu-sualdan canımı qurtararam. Günlərin birində molla başqa kənddə yaşayan dostlarının birindən bir eşşək alır. Bir müddət keçdikdən sonra dostu mollalı bazarda görür. Baxır ki, molla eşşəyi yaman arıqladı. Əssalamu aleyküm molla, necəsən? Aleykum salam. Ay molla, mən bu eşşəyi sənə satanda yazıq top kimi idi. Bunu niyə bu günə salmısan? Yəqin arpa vermirsən. Əşi, necə yəni arpa vermirsən? Heç elə də şey olar. Budur, 3 aydır mən bunu səndən almışam, elə alan gündən də gündə 10 girbənkə arpa kəsim kəsmişəm. Ay molla, belə ki mən baxıram, bu eşşək heç gündə 10 girvənkə arpa yeyən eşşəyə oxşamır. Hə, elə sən birazca haqlısan. Çünki düzdür, gündə 10 girbənkə kəsim kəsmişəm, amma biraz əlim aşağı olduğuna görə heç verə bilməmişəm. Amma mən haqdanan adam deyiləm, hamısının hesabını saxlayıram. İşim düzələn kimi borcumun hamısını verəcəyəm. Molla qızını ərə verir. Gəlin aparılanda mollanı çağırırlar ki... Ay molla, gəl qıza xeyir dua ver. Bir də ki, bəlkə tapşırığın zadın var. Molla qızın yanına gəlib, qızım, yadında qalsın. Təzə getdiyin evdə nə qədər tikiş tiksən, sapın ucunu düyünlə. Yoxsa sap çıxar, iynə qalar əlində. Molla bir gün vəz eləyəndə deyir: Camaat, tibb elmi ibarətdir 4 xəttdən. Kim buna düzgün əməl eləsə azarlamaz. Ayağını isti tut, başını sərin. Yeməyə diqqət et, düşünmə dərin.
Yenə də bir gün molla eşşəyini götürüb meşəyə odun qırmağa gedir. Bir də baxır ki, əlləri yaman soyuyub. Yadına düşür ki, adam öləndə qabaqca əl-ayağı soyuyar. Tez ayaqlarını yoxlayır, görür ki, yox, elə ayaqlar da əməli başlı soyuyub. Əlim ayağım yaman soyuyub. Deməli mən ölmüşəm. Görək xəbərim yoxdur. Bunu deyib molla uzanır yerə və gözünü yumur. Sahibsiz qalmış eşşək dolana-dolana girir ağaclığa. Bu anda bir neçə canavar eşşəyi görüb tökülür üstünə. Molla şıqqıltı ilə başını qaldırıb görür ki, canavarlar kəmali qayda ilə eşşəyi yeyirlər. Molla baxıb deyir: Ah, ay köpək oğlunun canavarları. Olaydı Molla Nəsrəddin diri, görüm necə yeyirdiz onun eşşəyini. Ölənin eşşəyini əlbəttə yeyərlər.